Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri sadə ərzaqlar ilə hazırlanması da çox asan olan super ləzzətli, yumuşaq bir piroq hazırlayırıq. Videoma keçməmişdən əvvəl like edib kanalıma abunə olsanız mənə dəstək olmuş olarsınız. 4 ədəd yumurtanın üzərinə 1 çimdik duz, 1 stəkan şəkər tozu, 1 paket vanil əlavə edib mikserlə ağarıb tam həcmi artana qədər qarışdırırıq. Daha sonra 250 ml stəkanın təxmini yarısı qədər, daha dəqiq desək, 120 ml qatıq və 120 ml duru yağ əlavə edirik. Sonda da 300 qram un və 1 paket qabartma da əlavə edib mikserlə qarışdırırıq. 300 qram un hardasa xrustal stəkanla desək 2 stəkan və əlavə olaraq 1 xörək qaşığı un edəcək. Formamıza əlavə edib üzərinə zövqə görə də xırdalanmış qoz səpə bilərsiniz. Qoz yoxdursa sadə də eləyə bilərsiniz və yaxud da quru meyvələrdən də istifadə etmək olar. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 25-30 dəqiqə ərzində bişiririk. Bugünlük bu qədər dostlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənədək inşallah hələlik.